Xalq artisti Mələk xanım Eyübova yeni doğulan nəvəsi ilə bağlı paylaşım edib. Sənətçi nəvəsinin fotosunu yayımlayaraq üzünü gizlədib. O paylaşımına dünyamıza xoş gəldin qızım şərhini yazıb. Qeyd edək ki, körpə Mələk xanım Eyübovanın bloger qızı Nəzrin Nəcəfova ilə onun müğənni həyat yoldaşı Mərdan Kazımovun qızıdır. Sənətçinin 4 övladı və daha 2 nəvəsi var. Estrada müğənniləri muğama həvəs göstərirlərsə, bunu alqışlamaq lazımdır. Bunun nəyi pisdir? Əməkdar artist Nüşabə Ələsgərli Günəbax verilişində deyib bu sözləri. O, estrada müğənnilərinin son zamanlar muğam ifa etməsinə belə münasibət bildirib. Muğam oxumaq üçün səs tembri lazımdır. Estrada müğənnisinin səsi buna uyğundursa oxusun. Əsas odur ki, xaric oxumasınlar. Qəzəli səhv deməsinlər. Bir də özlərini böyük xanəndə adlandırmasınlar.